Salam uşaqlar, başlayırıq növbəti mətnimiz artıq. Yenə bu sözləri öyrənin, feilləri keçək biz mətnimizə. Baxaq görək mətndə nə deyilir bizə. Necə bir mətndir, baxaq. One day, a clever and cheerful boy named Emil wanted to travel a charming village. Bir gün Emil adlı şən, ağıllı bir oğlan bir kəndə, gözəl, cəzbedici bir kəndə səyahət etmək istəyir. He booked a cheap room because he did not have much money. O ucuz bir otaq sifariş edir çünki onun çox pulu yox idi. When he arrived, o çatanda the weather was very changeable. Çatdıqda hava dəyişkən idi. Sometimes it was sunny, günəşli idi. Sometimes rainy, bəzən də yağışlı idi. But Emil was happy and walked in the clean and clear streets. Ancaq Emil xoşbəxt idi və təmiz, aydın küçələrdə o gəzirdi. People in the village told an old story. Kənddəki adamlar ona köhnə bir hekayə dedilər, söylədilər. Long ago, uzun zaman əvvəl, enemies tried to besiege the village and capture it. Uzun zaman əvvəl düşmənlər kəndi mühasirəyə alıb onu zəbt etməyə çalışırdılar. But the chief was very clever and saved everyone. Ancaq başçı çox ağıllı idi və hamını qorudu. Emil borrowed a book about this story. Emil bu kitab haqqında, bu hekayə haqqında bir kitab almışdı, götürmüşdü. Borrow həm də borc almaq mənası var və ya bir şey müvəqqəti götürüb almaq var. He believed it was true. İnanırdı ki, bu həqiqidir. One man did not agree and tried to blame others. Yəni bir nəfər buna inanmadı və onu digərlərini günahlandırmağa çalışdı. Later, daha sonra Emil saw something strange. Emil qəribə bir şey görür. A man wanted to betray his friends and take money. Bir adam, bir kəs dostlarına xəyanət etmək istəyirdi və pulu götürmək istəyirdi. Emil quickly made a call to the police. Emil sürətlə polisə zəng edir. Soon tezliklə police came and stopped the man. Polislər gəlir adamı dayandırır. Everyone felt safe. Hər kəs təhlükəsiz idi. Emil could finally breathe and relax. Nəhayət deyir Emil nəfəs alır və rahatlanır. Özü rahat hiss eləyir. Nəhayət sonunda isə əmin idi ki, Emil kənd xüsusi özəl idi, çox şən, aydın, təmiz və yaxşı insanlarla dolu idi. Həmin o kənd. Belə, əsas, yəni mətnin mənası deyil də, bunlar öyrəndiyiniz sözə görə yazılmış bir şeydir. Yəni, qısa bir hekayə kimi bir şeydir. Əsas odur ki, onu yadda saxlayasınız. Yəni, sözləri yadda saxlayasınız. Belə. Bu da növbəti mətn, inşallah növbəti mətnlərdə görüşərik. Hələlik.